Salamlayıram hər kəsi. Bugün söz verdiyim kimi artıq iyun ayını ağıl nəzəriyyəsi haqqında məlumatlandırıcı, anlaşılır videolarla video reyslərin çəkilişinə başlayırıq. İlk öncə ağıl nəzəriyyəsi nədir? Ağıl nəzəriyyəsi nəyə görə vacibdir? Ağıl nəzəriyyəsi insanların, qarşısındakı insanın duyğu, düşüncə, özündən fərqli arzulara, niyyətə, fikrə sahib olduğunu anlama bacarığıdır. Hansı ki, neuroinkişaf pozuntusu olan diaqnozlu uşaqlarda, autizmli uşaqlarda, öyrənmə çətinliyi diaqnozu olan uşaqlarda, diqqət əksikliyi hiperaktiv pozuntulu diaqnozlu uşaqlarda ağıl nəzəriyyəsi bacarıqları çox zəif olur. Əlbəttə ki, diaqnoza görə, uşağın vəziyyətinə görə bu fərqlənə bilər. Lakin hər birində az da olsa onlar öz yaşlarından seçilirlər. Yəni gec inkişaf edir bu bacarıqlar. Ağıl nəzəriyyəsi bacarıqları nədir? Məsələn, qarşısındakı insanların zarafatlarını, onların ironiya ilə dediyi sözləri və yaxud da ki, danışdıqları yalanı anlaya bilməzlər və özləri də bunlardan istifadə edə bilməzlər. Çünki zarafat etmək üçün, yalan danışmaq üçün və yaxud da istehza ilə bir fikir bildirmək üçün qarşısındakı insanın nəyi bilib bilmədiyini, onun niyyətini oxumağı bacarmalısan.